Hörmətli təbliğ iştirakçıları, hörmətli konferans iştirakçıları, sizin hamınızı akademiyada salamlayıram. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik ili elan etməsi nəqd olaraq ölkəmizin digər qurumları kimi Azərbaycan Milli Elmlər Akademiyasında da müxtəlif tədbirlər həyata keçirilməkdədir və bu tədbirlərin sırasında elmi tədqiqat işlərinin bu istiqamətdə planlaşdırılması, kadr hazırlığı, nəşrlərin meydana çıxması və konferansların keçirilməsi işi ən müxtəlif institutlarda, müxtəlif səviyyələrdə davam etdirilir. Bugün də biz Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təşkilatçılığı ilə milli dövlətçilik və folklor mövzusunda konferans keçiririk. Konferansda milli dövlətçilik və folklor mövzusunda keçirilən konferansda Konstitusiya və Suverenlik ilinə həsr olunmuş tədbirlərdən biridir. Bu tədbirin məxsus əhəmiyyəti bundan ibarətdir ki, milli dövlətçilik və folklor anlayışı üstəvisindən baxarkən Azərbaycanda Konstitusiya və suverenliyin qədim tarixə malik olduğu, böyük ənillərinin olduğu folklor nümunələrimiz bir daha təsdiq edir. Məsələn, əgər siz diqqətlə baxsanız, Dədə Qorqud dastanında Azərbaycan dövlətçiliyinin demək olar ki, bütün əsas xüsusiyyətləri öz əksini tapmışdır. Dədə Qorqud dastanındakı mənim yazmışam bu barədə, bu yöndə demək istəyirəm. Yəqin ki, Qorqudşünasların hamısının fikri belədir. Dədə Qorqud dastanındakı qalın Oğuz eli müstəqil Azərbaycan dövlətinin sələfidir. Və qalın Oğuz eli dövlətinin Dədə Qorqud dastanında idarə olunması, kəşfiyyatı, xarici siyasəti, parlamenti haqqında hətta müəyyən baxışlar, səhnələr, nümunələr vardır. Bizim digər dastanlarımızda da həmişə vətən uğrunda, torpaq uğrunda aparılan mübarizənin təsviri əslində müstəqil dövlətçilik uğrunda, suverenlik uğrunda aparılan mübarizənin əks-sədası kimi başa düşülməlidir. Bu mənada bizim folklor irsimiz zəngin dövlətçilik motivləri ilə necə deyim, seçilir, fərqlənir və bizim nəsillərin, müxtəlif nəsillərin dövlətçilik ruhunda, müstəqillik ruhunda, suverenlik ruhunda tərbiyə olunmasına əsrlərdən bəri xidmət göstərməkdə davam edir. Bugün biz, bizim şifahi ədəbiyyatımızda, bizim folklorumuzda, epos sənətimizdə milli dövlətçilik ənillərindən, onun əks-sədasından, təsvir olunmasından, təbliğ olunmasından bəhs edərkən dövlətimizin möhkəm dayaqlar üzərində durduğunu, Azərbaycanda, xalqımızda güclü dövlətçilik təfəkkürünün formalaşmasında folklorun mühüm rol oynadığını və bugünkü nəsillərin və həmin idealları folklordan əks edərək bugün müstəqil dövlətçiliyə gələrkən onun qədrini daha çox bilməyi, mahiyyətini dərindən başa düşməyi, onu qorunub sağlamağın nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha folklor materialları bizə diktə edir. Ona görə mən düşünürəm ki, bugünkü konferans çox orijinaldır, orijinal bir mövzuya yanaşmaya həsr olunmuşdur. Bundan əvvəl də mən folklor institutunda aldığım kitablardan birində dövlətçilik və folklorla bağlı bir kitabça da görmüşdüm. Bu demək ki, folklor institutunda və bizim digər institutlarımızda dövlətçilik və ədəbiyyat, dövlətçilik və milli mənəvi dəyərlər, dövlətçilik və folklor, dövlətçilik və incəsənət məsələləri öyrənilir və biz bundan sonra da bu nümunədə humanitar və ictimai elmləri əhatə edən digər institutlarımızda da tarixi konstitusiya və suverenlik baxımından, müstəqil dövlətçilik baxımından, ərazi bütövlüyü baxımından tarixi əlilləri
sənədləri, materialları, yaddaş materiallarını diqqətlə öyrənməliyik və bugünkü nəsillərə çatdırmalıyıq. Bugünkü konferansın bizim üzərimizə qoyduğu məsul vəzifə də bundan ibarətdir. Ona görə konferansı mən aktual hesab edirəm, müasir dövrünə səsləşən əhəmiyyətli bir mövzuda olan konferans hesab edirəm, sabaha doğru çağırışları olan konferans kimi yüksək qiymətləndirirəm və açıq eləndirirəm. Akademiyanın Rəyasət Heyəti aparatının elm və təhsil şubəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xaviyəliyə verirəm. Buyurun. Çox hörmətli İsa müəllim, hörmətli tədbir iştirakçıları, mən də hamınızı salamlayıram. Təbiidir ki, ilk növbədə təqdim olunan məruzə ilə bağlı postmodern çağda dövlət və folklor münasibətlərinin diskursiv analizi adlı bu deməli ilk növbədə problemin qoyuluşu haqqında məlumat vermək istəyirik. Belə bir postmodern çağda dövlət və folklor münasibətlərinə diskursiv baxış adlı məruzədə problemin qoyuluşu hesab edirik ki, açar anlayışların bir-biri ilə kombinasiyasında müəyyən qədər əks olunmuşdur. Tarixi baxımdan folklor və dövlətçilik münasibətlərini diaxronik olaraq ən müxtəlif dövrlərdə izləmək mümkündür. Biz bu dövrlər içərisindən müasir içində yaşadığımız dövrü və Avropa terminologiyası ilə postmodernist mərhələ hesab olunan dövrü əsas götürmüşük. Bu mərhələdə folklor və dövlətçilik münasibətlərinin analizini diqqətə çatdırmaq istəyirik. Ən mühüm və əsas olan odur ki, nəzəri metodoloji baxımdan bu problemə, bu münasibətlərə diskurs nəzəriyyəti işığında nəzər salmaq istəyirik. İki əsas məqsədimiz vardır. Birinci məqsədimiz folklor və dövlətçilik münasibətlərinin cari olaraq bir mexanizm olaraq necə işləməsi mexanizmini diqqətə nəzərə çatdırmaqdan ibarətdir. Folklor və dövlətçilik sosial mədəni təsisat olaraq bir-biri ilə qarşılıqlı münasibətlər dünən necə işləmişdir və bugün necə işləyir. Xüsusən bugün necə işləməsi xüsusi olaraq aktual bir mövzudur. İkinci cari strateji hədəfimiz isə əslində sosial antropoloji yanaşma metodologiyasını nümayiş etdirməklə ictimai humanitar elmlərdə folklora bir sosial antropoloji yanaşma metodologiyasını təşviq etməkdən ibarətdir. Belə bir məqsədimiz də vardır. Deməli, məlum olduğu kimi birinci bir postmodernizm anlayışının qısa izahını verək. Məlum olduğu kimi 19-cu əsrin sonunda Alman filosofu Friedrich Nietzsche Tanrı ölüb diskursunu irəli sürür. 1882-ci ildə elm əsərində, şən elmlər əsərində belə bir diskursu irəli sürür və ondan sonra Zərdüşt belə söyləmişdi əsərində, bu diskursu daha da inkişaf etdirir. Bu diskursun irəli sürülməsini postmodernizmin başlanğıcı, stat məqamı hesab edirlər. Amma paradoskallıq ondan ibarətdir ki, postmodernizm 19-cu əsrin sonu yox, 20-ci əsrin sonu, deməli, ikinci yarısından sonra əlamətləri meydana gəlməyə başlamışdır. Sadəcə olaraq Nietzsche zamanı 100 il qabaqlayaraq belə bir diskurs irəli sürmüşdür. Nietzsche'dən sonra Michel Foucault, Jean-Francois Lyotard, Jean Baudrillard, artıq içində yaşadığımız 20-ci əsrin sona çatması, sosial mədəni, mənəvi paradigmaların əsaslı olaraq dəyişilməsi, deməli, fikirlərini irəli sürmüşdür. Onlar hesab edirdilər ki, artıq həmin bu dövrdə ciddi şəkildə paradigmatik dəyişikliklər baş verir. Postmodernizmi anlamaq üçün müxtəlif baxış bucaqlarından yanaşmaq mümkündür. Biz hesab edirik ki, bizə lazım olduğu kontekstdə qrant narrativ anlayışı əsasında üzərində xüsusi olaraq dayanmaq lazımdır. Qrant narrativ anlayışı nədir? Bu, böyük hekayə deməkdir. Hesab olunur ki, modernist mərhələdə qrant narrativlər geniş şəkildə yayılmağa başlayır. Jean-Francois Lyotard tərəfindən bu formalaşdırılır. Din, maarifçilik, marksizm, milli dövlətçilik əsas qrant narrativlər hesab olunur. Qrant narrativlərin ümumi cəhəti ondan ibarətdir ki,
Onlar hesab edirlər ki, tarixin bir vahid məqsədi vardır və tarix həmin məqsədə doğru hərəkət edir. Din də, maarifçilik də, marksizm də, milli ideologiya da əslində öz ideya paradigmaları baxımından bir-birindən əsaslı şəkildə fərqlənir. Lakin buna baxmayaraq, onlar hamısı qrant narrativ hesab olunurlar. Deməli, postmodernist dövrdə hesab edirlər ki, qrant narrativlər tənəzzülə uğrayır, vahid həqiqət yerinə çoxsaylı həqiqətlər, çoxsəsli xarakter almağa başlayır. Hər bir tarixin və cəmiyyətin inkişafını müəyyən bir məqsədə bağlayırlar postmodernizmdə və bu postmodernizmin əsas xüsusiyyətidir. Biz bu qrant narrativlər anlayışını deməli, özümüz yadda saxlamalıyıq. Çünki bizim qrant narrativlər anlayışı ümumi olaraq bir metodoloji olaraq bizə lazım olan anlayış olacaqdır. Növbəti diskurs anlayışı. Diskurs anlayışı deməli, postmodernizmdə, xüsusən Michel Foucault tərəfindən danışıq kimi deyil, əksinə, danışıq əvəzinə deyil, diskurs anlayışı daha çox danışığı müəyyənləşdirən çərçivə anlamında istifadə olunur. Foucault hesab edir ki, diskurs danışıq yox, bilik və güc sistemidir. O nəyin necə danışılacağını və qəbul edəcəyini müəyyən edən bir sistem kimi irəli sürülür. Növbəti bizim əsas anlayışımız dövlət və diskurs yanaşması dövlət anlayışıdır. Postmodernizmdə dövlət diskurslar vasitəsilə qurulan fenomendir. Bu diskurslar hüquq, təhsil, səhiyyə kimi bilik sistemləri əsasında qurulur. Michel Foucault iddia edir ki, dövlət sadəcə fiziki institutlar vasitəsilə deyil, eyni zamanda diskurslar vasitəsilə formalaşır və fəaliyyət göstərir. Dil, norma, bilik kimi anlayışlar onun idarə etməsinin əsasını təşkil edir. Və nəhayət dördüncü sərlövhədə əksini tapan folklor anlayışı. Təbii ki, peşəkar folklorşünasların inkişaf etdiyi bir auditoriyada folklorun ilkin primitiv sualı olan folklor nədir sualına qayıtmaq biraz təəccüblü görünə bilər. Amma məsələ ondan ibarətdir ki, ictimai humanitar elmlər içərisində bəlkə də yeganə folklorşünaslıqdır ki, folklor nədir sualı 200 il bundan qabaq həmin elm sahəsi yaranarkən aktual olduğu dərəcədə günü bugünün özündə də aktualdır. Folklorşünaslıqda çoxlu sayda konsepsiyalar, yanaşmalar, baxışlar məhz bu suala verilən fərqli cavablardan meydana gəlmişdir. Və bu suala verilən fərqli cavablardan folklorşünaslıqda hal-hazırda iki əsas paradigma mövcuddur. Mətin mərkəzli folklorşünaslıq, icra mərkəzli folklorşünaslıq. Mətin mərkəzli folklorşünaslığa filoloji folklorşünaslıq deyilə bilir. İcra mərkəzli folklorşünaslığa isə sosial antropoloji folklorşünaslıq deyilə bilər. Bizim hazırki araşdırmamızda biz daha çox deməli icra mərkəzli folklorşünaslıq paradigmasını əsas götürürük. Deməli burada bir Alan Dandesi, Don Ben Amos'u görürük. Bura Richard Bauman'ın da şəkli əlavə oluna bilərdi. Bu folklorşünaslığın tarixi müqayisəli metoddan 20-ci əsrin ikinci yarısında yeni nəzəri postulata, keçidində rol oynamış folklorşünaslardır. Və onların əsas postulatları nə ilə fərqlənirdi? Folk və lore anlayışına münasibət əsaslı şəkildə fərqlənirdi. Deməli, o filoloji folklorşünaslıqdan. İcra mərkəzli folklorşünaslıqda hesab edilirdi ki, folk ən qədim dövrdən, insanın təbiətdən cəmiyyətə keçdiyi andan günü bu günə qədər insanların ən müxtəlif kombinasiyalarda sosiallaşma modelləridir. Bir ailənin tərkibində 2 nəfərdən tutmuş, bir planetin tərkibində milyardlarla insana qədər. Əgər ənənəvi folklorşünaslıqda xalq anlayışı adı altında millət, etnik qrup nəzərdə tutulurdusa, bu folklorşünaslıq adı altında artıq ayrıca sosial qruplar. Məsələn, hesab olunurdu ki, əgər iki şəxs hər hansı bir əşyaya, sözə öz aralarında xüsusi məna verib mənalandırırlarsa və o daim təkrarlanırsa, həmin təkrarlanan anlayış lore, həmin onu təkrarlayan 2 nəfər isə folk anlayışına uyğun gəlir. Yəni, bax, bizim əsas demək istədiyimiz fikirlər bundan ibarətdir. İndi keçək əsas məsələyə. Folklor və dövlət münasibətlərinin tarixi mərhələləri. Hesab edirik ki, folklor və dövlət münasibətlərini 3 mühüm mərhələdə nəzərdən keçirmək doğru olar.
Birinci klassik mərhələ ən qədim dövrdən 17-18-ci əsrlərə qədər olan dövr, modernist mərhələ 17-19-cu əsrlərdən 20-ci əsrin sonlarına qədər olan dövr və postmodernist mərhələ 20-ci əsrin sonlarından günümüzə qədər olan dövr. Bizim əsas tədqiqatımız postmodernist mərhələdir, lakin postmodernist mərhələdəki proseslərin adekvat dərkini anlamaq və başa düşmək üçün folklor və dövlət münasibətlərinin klassik və modernist mərhələdə də kəsb etdiyi xüsusiyyətləri bilmək, nəzərdən keçirmək daha çox məqsədə uyğun olardı. Deməli, əvvəlcə klassik mərhələdə, ən qədim dövrlərdən 17-18-ci əsrlərə qədər folklor təbii qrant narrativ kimi qəbul olunurdu. Biz dedik ki, bizim əsas anlayış qrant narrativdir. Təbii qrant narratividir. Bu dövrdə folklor yalnız nağıl, bayatı, dastan deyil, həm də xalqın dünyaya baxışını ifadə edən əsas vasitə idi. Folklor vasitəsilə xalq mənşəyini, cəmiyyətin quruluşunu və təbiətin sirlərini izah edirdilər. Bu səbəbdən də folklor həmin dövrdə metanarrativ, yəni xalq üçün həqiqətin əsas hekayəsi hesab olunurdu. Deməli, digər bir tərəfdən isə bəs həmin tarixi mərhələdə folklor və dövlətçilik münasibətləri necə idi? Həmin tarixi mərhələdə folklor və dövlət münasibətləri bizim Oğuznamələrdə, Dədə Qorqud dastanlarında göründüyü kimi daha çox qədim Türk eposlarında hökmdar obrazı ilahi mənşəyə bağlanılırdı, sakral mənşə ilə izah olunurdu. Dövlət qurmaq, onu qorumaq nəinki əxlaqi, siyasi, hətta kosmik məsuliyyət hesab olunurdu. Və bütün bizim klassik dastanlarımızdan bu dövlətçilik xətti əsas ana xətt kimi keçməkdə idi. Növbəti deməli dastanlarımızda biz kimik, biz hardan gəlmişik, biz hara gedirik? Niyə bu hökmdara tabeyik? Hansı dəyərləri qoruyuruq? Təbii ki, bu sualların artırmaq da mövcuddur və bu suallar və bu nümunələr vasitəsilə folklor insanların mənəvi varlıq axtarışlarına mənalı cavablar verir və milli şuurun formalaşmasında xüsusi rol oynayırdı. Deməli, folklor dövlətin gücünü və milli kimliyini təsdiqləyir bu mərhələdə. Folklor bu mərhələdə, deməli, klassik mərhələdə dövlətin gücünü təsdiqləyir, özünü qrant narrativ kimi göstərməkdə davam edirdi. Növbəti ikinci mərhələ, bayaq qeyd etdiyimiz kimi modernist mərhələdir. Modernist mərhələ 17-18-ci əsrlərdə elmin, texnologiyanın inkişafı ilə meydana gəlməyə başlayır. Baş verən əsas proses ondan ibarət olur ki, folklor özü elmi dünya görüşün, mədəniyyətşünaslığın, etnografiyanın, sosiologiyanın tədqiqat obyektinə çevrilməyə başlayır, öyrənilməyə başlayır. Folklor milli kimliyi qoruyan, xalqın etnik milli xarakterini göstərən bir fenomen olaraq artıq deməli özü qrant narrativ funksiyasında iştirak etmir. Digər qrant narrativlərin həyata keçirilməsinin yardımçısı funksiyasında özünü göstərir. Yəni ki, biz əgər diqqətlə fikir versək görərik ki, həmin mərhələlərdə içində yaşadığımız dövrdə, Sovet hakimiyyəti illərində hamımız şahidik ki, aşıq yaradıcılığı, folklor nümunələri sovetləşdirilməyə meyilli idi. Əslində, postmodernistlərin nöqteyi nəzərindən bu proses, deməli, folklorun qrant narrativə, Sovet ideologiyası qrant narrativinə uyğunlaşdırılması prosesi demək idi. Növbəti, deməli, bu mərhələ, deməli, 20-ci əsrin əvvəllərində SSR və mərkəzləşmiş dövlətlərdə folklor dövlət ideologiyasının gücləndirilməsi vasitəsi olmuşdur. Folklor milli birlik və sosial realizm üçün seçilib təbliğ edilir və ciddi nəzarət altında saxlanılırdı. Sonraki mərhələlərdə milli ideologiyanın həyata keçirilməsində də yaxından iştirak edilmişdir. Deməli, folklorun elm və ideologiya ilə əlaqələri burada əks olunmuşdur. Elmin obyektinə çevrilməsini dediyi ideoloji vasitəyə çevrilir. Foucault'a görə bu güc-bilik münasibətləri deməkdir. Və folklorun yeni dəyərləndirilməsində artıq burada qeyd olunduğu kimi, folklor artıq öz-özünü izah edən metanarrativ deyil,
kommunist və milli ideologiyanın deməli ifadəçisinə çevrilir. İnsanlar həqiqəti elm və tarix nəzəriyyələrə bağladıkları üçün folklor keçmişin düşüncə nümunəsi kimi qiymətləndirilməkdə davam edir. Gəldik özümüzün əsas tədqiqat hissəmizə, postmodernizm dövründə folklorun rolu. Bu kifayət qədər mürəkkəb dövrdür, içində yaşadığımız 20-ci əsrin sonundan baş verən fundamental dəyişikliklər əsridir. 20-ci əsrin sonlarından başlayaraq postmodernizm dövrü folklorun bütün ənənəvi narrativlərə qarşı durduğu mərhələdir. Bu dövrdə böyük ideoloji sistemlərə inam zəifliyir, çoxsaylı alternativ hekayələr ortaya çıxır. Folklor artıq yalnız xalqın yaddaşı deyil, həm də güc sisteminə qarşı mikro-müqavimət vasitəsi kimi çıxış edir. Bu yeni dövrdə dövlət, media, bazar, təhsil, texnologiya kimi sahələr öz diskurslarını yaradır və folklor bu şəbəkədə güc və müqavimətin təbii formatına çevrilir. Deməli, biz burada dövlətin güc şəbəkəsi və burada deməli 20-ci əsr postmodern dövründə folklor nümunələrini görürük. Memlər, TikTok videoları, marginal qrupların folkloru, mikro-müqavimət folklor nümunələri geniş şəkildə yayılmağa başlayır. İki tendensiya müşahidə olunur postmodernizm mərhələsində. Birinci mərhələ modernist mərhələdə olduğu kimi ənənəvi, obrazlı şəkildə ifadə etsək, canlı həyatdan ayrılmış folklor nümunələrinin dövlət ideologiyasında istifadəsi istiqamətində iş davam etməkdə olur. Burada biz üç əsas anlayışı görürük. Mədəniyyət siyasətinin aləti kimi folklor, tutaq ki, milli mədəni irs kimi estetikləşdirilir və rəsmi folklor formalarına salınır. İkinci müşahidə olunan cəhət marketinqləşdirilir folklor nümunələri. Tutaq ki, İçəri şəhəri elə bütövlükdə böyük bir marketinqləşdirilmiş folklor zonası hesab etmək olar. Orada xalq sənət nümunələrinin satıldığını, xalçaların, digər nümunələrin satıldığını nəzərə alsa, yəni əyani nümunədir ki, marketinqləşdirilmə təsəvvür olunsun. Üçüncü isə tənzimləyici və selektiv münasibət. Dövlət bəzi folklor növlərini qeyri-rəsmi statusa salır, bəzilərini isə rəsmi statusa salır. Bu, birinci istiqamətdə gedən deməli proses bundan ibarətdir. İkinci proses isə artıq internet folklorunda dövlətdən asılı olmayan folklor formaları. Rəqəmsal folklor, memlər, internet zarafatları, sosial media ritualları, məsələn, duet videoları, trend sözləri, bu formalar postmodern folklorun ən tipik nümunələridir. Ona görə ki, tez yayılır, dəyişkəndir, çox səslidir. Mikrofolklor və lokal hekayələr postmodern cəmiyyətdə böyük xalq anlayışı parçalanır, əvəzində etnik, regional, gender, sosial təbəqələr üzrə fərqli folklor qrupları yaranır. Sonra folklorun deməli müqavimət funksiyasını yenə də Michel Foucault qeyd edir ki, güc varsa müqavimət var və folklor da bu müqavimətdə iştirak edir. İnternet folkloru və dövlət münasibətləri maraqlı məsələlərdən biridir. Biz müşahidə edirik ki, internet folkloru və dövlət münasibətləri postmodern çağda paralel dövlət və folklorun mövcudluğu mərhələsidir. İnternet folkloru dövlətlə əməkdaşlıq edir, dialoqa girir və onunla paralel mövcudluğunu davam elətdirir. Dövlət müəyyən diskurslarını, deməli Michel Foucault yazır ki, gücün içində formalaşır, amma ona tabe olmur və dövlət diskurs yaradır, internet folkloru da həmin diskursa adekvat olaraq cavab verir. Deməli, buna bir nümunə olaraq 2-ci Qarabağ müharibəsində internet folklorunun görürük ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin məşhur zəfər şüarı Qarabağ Azərbaycandır. İnternet məkanında nəinki türk dilli internet məkanından, bütövlükdə türk dünyası, müsəlman dünyası, hətta belə o çərçivələrdən də çıxmaq şərti ilə necə sürətlə folklorlaşdığının şahidi oluruq. Və yaxud bundan əlavə cənab Prezidentin müharibə illərində səsləndirdiyi "Nə oldu Paşinyan", "İti qovan" kimi ifadələrin internet məkanında sürətlə folklorlaşmasının şahidi oluruq. Əslində bütün bunlar iqtidarla xalq arasındakı birliyin internet folklorunda öz deməli əksini, internet folkloru platformasında əksini tapan əlamətləridir. Beləliklə, nəticə olaraq onu qeyd edə bilərik ki, postmodernizm mərhələsində, postmodernizm dövründə
Təbii ki, bu heç də o demək deyil ki, klassik dövrdə və yaxud modernist dövrdə folklor azad inkişaf edən və dövlətlə əlaqəli olana bölünməyibdir. Sadəcə olaraq postmodernizm dövründə kütləvi informasiya vasitələrinin xarakterinin dəyişməsi, internetin yaranması, İKT-nin sürətli inkişafı azad folklorun genişlənməsi və yayılması üçün son dərəcə böyük imkanlar yaratmışdı. Biz hesab edirik ki, bu sosial antropoloji aspektdən müasir dövrdə baş verən bu proseslərin izlənilməsi kifayət qədər elmi olmaqla yanaşı, eyni zamanda milli maraqlara, milli ideoloji təhlükəsizliyin qorunmasına da yönəlmişdir. Yəni, dövlətin, tutaq ki, folklorla münasibətlərində o elementlərin nəzərə alınması, daha çox ideologiyanın formalaşdırılmasına cəlb olunması o mexanizmlərin bilinməsindən bilavasitə asılıdır. Yekun olaraq qeyd etmək istəyirik ki, hər bir dövlətin ən böyük sərvəti onun milli dövlətidir. Milli dövlətin ən böyük qarantı isə onun mədəniyyətidir. Çox sağ olun. Folklor kimliyi və milli dövlətçilik düşüncəsi. Əfsələddin Əskər. Filolog elmlər doktoru, profesör, folklor institutunun şurumcu. Buyurun Əfsələddin müəllim. Sərxan müəllim tamamilə haqlı dedi ki, 18-ci əsrə qədər ki, folklor və dövlət münasibəti ilə 18-ci əsrdən sonra ki, folklor və dövlət münasibətləri biri-birindən fərqlənir. 18-ci əsrə qədər biz öz tariximizdən danışıqda klassik türk dövlətlərində folklorla dövlət anlayışı tam mənası ilə üstə düşürdü. Bir təsəvvür eləyin ki, qədim türk qohumluq terminləri ilə qədim türk dövlət titulları üstə düşür. Məsələn, Çin qaynaqları deyir ki, türklər ailənin başçısına qalan deyirlər. Eynən həmin titul gəlir dövlət başçısının titulu kimi oturur. Ailənin kiçik evladına təkin deyirdilər. Təkinlik xüsusi tituluydu və ailənin kiçik, belə deyək də, xaqan ailəsinin kiçik mənsublu üzvlərini ifadə edirdi və başqa bir çox terminlərin hamısı üstə düşür. Ona görə də deməli məşhur bir fikir var buna ki, qədim türklər hər hansı bir nəzəriyyə, hər hansı bir konsepsiya əsaslanıb dövlət qurmurdular. Öz xalqlarının boyuna, öz xalqlarının sosial strukturlarına uyğun dövlət sistemi yaradırdılar və bu mənada 20-ci əsrin əvvəllərinə qədər bu, deməli, Qacar hakimiyyətinə qədər davam edir İranda. 18-ci əsrdən sonra ki, dövr başqa dövrdür və bu mənada folklorşünaslıq da elə bu dövrdə elm halına gəldi. Fransada maarifçilik ideyalarının yaranmasından sonra, ortaya çıxılmasından sonra da tezliklə bütün Avropanın ağzını aldı maarifçilik ideyaları. Maarifçilik ideyaları ilə bərabər milli dövlətçilik düşüncəsi, daha doğrusu demokratik, milli, xalq iradəsinin əsaslanan bir dövlətçilik düşüncəsi ortaya çıxdı. Avropada yaranmışdı. Avropada bir saray mədəniyyəti var idi, məlumdur. Amma maarifçilik ideyaları ortaya çıxandan sonra hər şey özünün spektrini xalqa doğru çevirdi. Xalq mədəniyyətinin öyrənməsi, xalqa diqqət olundu. Xalq mədəniyyətinin öyrənilməsi deməli, buradan diqqət mərkəzinə çevrildi və getdikcə, tədricən deməli, bir elm şəklini aldı. Bu mənada folklor deməli, humanitar elmlər içərisində ən gənclərindən biridir. Yəni, ədəbiyyata nisbətən ki, biz qədim Yunan dövründən, hətta Şumer zamanından filologiya var. Yəni, bu mənada folklorşünaslığın tarixi 200 ildən o tərəfə keçmir. Yəni, burada söhbət ayrı dövrlərdə yazıya alınmış mətndən nəzərdə tutulmur. Təbii ki, bəşəriyyət həmişə folklor əsərlərinin qiymətini bilibdir, onları da yazıya alıbdır. Eddadır, Homer'in deməli dastanlarının yazıya alınması, bizim də Qorqud dastanlarının yazıya alınması bu əsərlərə, amma bütün bunlarla bərabər hələ o dövrdə folklorşünaslıq elm səviyyəsində qalxmamışdı. Sərxan müəllim çox doğru dedi ki, folklorun hüdudu o dövrdə də problem idi. Folklor nədir anlayışına
belə deyək də müxtəlif cavabları var, son dərəcə müxtəlif cavabları var. Hələ bu gün də biz folklor nədir sualının cavablarını axtarmağa, tapmağa çalışırıq. Mənim yadımda məşhur alimlərdən birinin folklor haqqında bir fikri düşür. Deyir ki, folklor xalqdır. Amma xalqın içində olan hər şey folklor deyil. Folklor xalqdır. Amma xalqın şuurunda yaşayan hər şey folklor deyil. İndi gələk, mən burada bəzi qeydlərim var, onları eynən oxunmaq istəyirəm. Deməli, nəyə görə bu folklor öyrənilirdi? Bu elmin məqsədi birinci növbədə xalq zəkasının yaradıcı gününü üzə çıxardıb, onun əzəməti və buradan da yaşama haqqını ortaya qoymaqdır. Folklor bir xalqın düşüncə tipidir, davranış stereotipləridir. Bütün tərəfləri ilə onu yalnız bu xalqın mənsubları anlayıb hiss edə bilər. Başqa heç kim. Əgər kənardan gələn adam bir 50 il Azərbaycan xalqının içərisində yaşasa, onun ruhunun, nəfəsinin hardan gedib, hardan gəldiyini belə deyək də çox az bir hissəsini anlaya bilər. Onun üçün bu mədəniyyətin içində də olmalısan, bu mədəniyyətin içində yaşamalısan. Bu dəyərlər sistemi onun iliyinə qədər işləmiş ruh halına çevrilmişdir. Hər bir xalq bu ənənənin çərçivəsi daxilində yaşayır, düşünür, fəaliyyət göstərir. Ənənə kollektiv düşüncədir. Onun görə də kollektiv üzvlər arasında münasibətlər sistemi məlum ənənə əsasında qurulur. Yaxşı, yaman, doğru, əyri, gözəl, çirkin, nəcib, nanəcib və sair kimi dəyərlər ənənə əsasında qiymətləndirilir. Təqdir edən, rüsxət verən ənənədir. Qınayan və yasaq gətirən yenə ənənədir. Ənənə davranış normalarıdır. Kollektivin üzvü olanlar bu normalara görə davranmaq məcburiyyətindədir və biri-birindən bunu tələb edirlər. Xalqın varlığı bu ənənənin yaşamasından asılıdır. Tarixdən bizə məlum olan bir çox xalqlar ənənənin itirilməsi hesabını sıradan çıxıblar. Bizlər və onlar qəlibi ilə bir xalqın özünü onlardan ayırıb bizlərlə onlar arasında sərhəd qoyması onun yaşadığı ənənənin hesabına baş verir. Bu ənənənin daşıyıcıları məlum ənənəni başqa ənənələrdən üstün tutur və yad ənənədən gəlmə ünsürlərə xoş baxmır. Son dövrlərdə ortaya çıxan və tarixə mədəniyyətlər savaşı kimi baxan konsepsiya bu həqiqətə söykənir. Söhbət Huntingtonun deməli son bir 50 ilə yaxın demək olar ki, məsafə var. Bu nəzəriyyə tarixə ümumiyyətlə xalqların biri-biri ilə, müxtəlif mədəniyyətin daşıyıcılarının biri-biri ilə mübarizəsi kimi baxır bu. Həqiqətən də xalqın siyasi mövcudiyyəti bu ənənənin hesabına baş verir. Çünki heç bir ənənə başının üstündə başqa bir ənənənin varlığını istəmir, qəbul etmir. Elə ona görə də imperialist düşüncə folklor ənənəsindən qorxur və ənənəni aşındırmaq üçün çarələr düşünür. İmperialist düşüncə millətçilikdən şovinizm daha çox ənənə insanından, ənənəni yaşayan insanlardan çəkinir. Çünki o ənənə insanı dəyişməz, o dönməzdir. Hardasa bir milliyyətçi düşüncəni yolundan qaytarıb sarptırmaq olar. Amma ənənə adamı, bu dağ kimi bir şeydir, təxminən bizim Sabirin bənzərən bir qocaman dağa ki, dəryada durar, bax, təxminən ona bənzəyir. Və bu mənada, bunun əksinə olaraq, milli azadlıq düşüncəsi ənənəyə söykənir və ondan güc alır. Bu mənada ənənə xalqın azadlıq ruhudur, xalqa siyasi təsisat haqqı verən ənənədir və ana dili ilə birgə siyasi legitimliyin yeganə səbəbidir. Sən niyə dövlət olmaq istəyirsən? Çünki mən tamamilə başqa ənənənin daşıyıcısıyam. Başqa söhbət ola bilməz. Hətta mənim yadıma bir şey gəlir. Gəlir ki, o dövrün müsavatçılarının biridir. O dindirmələr zamanı deyir ki, siz nə istəyirsiniz? Deyir ki, biz tamamilə başqa bir xalqıq. Bizi bizdən başqa heç kim hiss edə bilməz. Biz özümüzü daha yaxşı tanıyırıq və özümüzü hamıdan yaxşı idarə edirik. Bax, birbaşa o sorğular zamanı o kitab çap olunmuşdu. Orada baxdım, mən bu məsələ diqqətimi cəlbələdi, tam mənasıyla onu ifadə edir. Beləliklə, Azərbaycanda da tədricən maarifçilik ideyaları ilə bağlı folklorşünaslığı elmi yaranmağa başlayır. Axundovdan başlayan, Zərdabidə konkretləşən, Azərbaycan deyə konkretləşən,
Və Zərdabi ilə bərabər də folklor haqqında Zərdabinin Əkinçi qəzetinin səhifələrində deməli folklorun toplanması, folklorun qiymətləndirilməsi ilə bağlı fikirlər ortaya çıxır. Deməli tezliklə folklorçular da yeni nəsil belə deyək də bu ideyanı daşıyıcıların folklorçular da yetişməyə başlayır. Amma etiraf edək ki, ədəbiyyat daha tez reaksiya vermişdi folklorçulardan. Çünki ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında folklor insanlar görünməyə başladı. Mirzə Fətəli Axundovdan başlayaraq. Biz təbii ki, bunu demişik həmişə. Və hətta onlar simvol halına gəldilər. Söhbət Novruzəlilərdən, Məmməd Həsən əmilərdən gedir. İlk dəfə olaraq Azərbaycan xalqı olduğu kimidir. Amma bunun yanaşı məsələn elmi tərəfləri də var. Və elmi tərəflərdə deməli bu yolda zəhmət çəkən, işləyən çox böyük maarifçilər, yenə də maarifçilər idi. İşi görən, belə deyək də folkloru toplayan, nəşr edən, ona diqqət yetirən, yenə də maarifçi düşüncənin daşıyıcıları idilər. Onlar doğrudan böyük işlər gördülər, amma onların əməklərinin nəticəsi Sovet hakimiyyətinin ilk illərində artıq çap olunmağa başladı. Yəni o dövrdə toplanmışdı, o qədər çap olunmamışdı. Deməli, Sovet hakimiyyətinin ilk illərində tənqid və tətəbbə cəmiyyəti və onunla bağlı deməli aparılan toplama işlərində müəyyən materiallar çap olunmuşdu. Amma Sovet hakimiyyətində millət anlayışına, Sovet dövlətində millət anlayışının yeri yox idi deyənə. Sovet dövründə folklora millidən, etnik mahiyyətindən çıxardıb bir sosialist məzmun verildi. Yəni folklor sadə insanların, sadə zəhmətkeşlərin bu şey deyək də. Deyək ki, məsələn, haqqında danışdığımız dövr əslində ümmətdən millətə keçid dövrüdür. Ki, o vaxta qədər ki, deməli, ümmət təbliğ olundu onda və sizə məsələn, molla ilə müəllimin davası nədən başlayırdı? Məktəbin üstündə. Çünki mollaxanalarda ümmət yetişdirilirdi və bizim maarifçilər ortaya çıxıb müəllim belə deyək də rolunda mollanı tənqid edirlər. Çünki onun əlindən məktəb almaq istəyirdilər. Məktəbdə millət yetişdirirdilər. Bax sözüm ondadır. Folklor da milli düşüncəyə, milli ideologiyaya yardım, mən hətta deyərdim ki, əsas dayaqlarından biri kimi toplanıb çap olunurdu. Azərbaycan Respublikasında siyasi hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Və xalq da müzərrəd anlayış deyil, xalqda konkret onun mənəvi dəyərləri var, dəyərlər sistemi var. Bu mənada. Dövlət və folklor münasibətləri, Sərxan müəllim dedim, mən də bəziləri demək istəyirəm. Deməli, birinci, dövlət mən bu ənənənin üstündə oturmuşam deyib, öz folklorundan, belə deyək də, ənənəsindən minəllə yapışır, bu bir. Ənənənin üzərində keşik çəkir, ənənəni qoruyur. Çünki o ənənənin dağılması, çox şeyin dağılması deməkdir, Allah eləməsin, mən başqa şeylər demək istəmirəm. Və dövlət sistemində, deməli, dövlət təşkilatından tutmuş, hüquq sisteminə qədər folklorun nüfuz eləməsinə şərait yaradır, imkan verir. Yəni, bu qanun, elə deyək də, Roma, Latin sistemi üstündə qurulan qanunlar sistemi Avropa üstündə. Azərbaycan xalqının qanunları, qaydaları tamamilə başqa desəm müəllim, biz tamamilə başqa ənənənin üstündə otururuq. Və yeri gəldikcə, mən ona təəssüf ki, vaxt yoxdur, mən bizim, belə deyək də, mədəni dəyərlərimiz qanun sistemimizə necə təsir edir? Mən onu deyirəm, bu günün özündə də onu biz hiss edirik. Amma onu daha da gücləndirmək olur. Və ən nəhayət, sonuncu bir məsələnin üzərində dayanıb, bununla da çıxışımı tamamlamaq istəyirəm. Gözümüzün qarşısında ənənənin aşınması gözümüzün qarşısında gedir. Doğrudan da ənənə bizim gördüyümüz, bizim gənclik illərimizdə gördüyümüz o ənənənin artıq, necə deyim, onu mən o şəkildə demərəm, yəni, aşınma prosesləri var, həqiqətən bu müşahidə olunur, bunu inkar eləmək olmaz. Sovet dövründə bizə Novruz bayramını keçirməyə imkan vermədilər. Niyə vermədilər? Novruz bayramını keçirmək artıq sən folklora milli status vermək anlamına gəlirdi. Bax, bu səbəbdən idi.
Elə ki, belə deyək də, Sovet ideologiyası və ardınca Sovet dövləti süqut elədi. Ondan sonra birinci öncə gələn nədir? Aktuallaşan və qarşıya çıxan Azərbaycan xalq mənəviyyatı olduğu üçün ki, Azərbaycan xalq mənəviyyatından başqa, Azərbaycan ənənəsindən başqa bizim nə özümüzə, nə də xalqa deyəcək başqa bir sözümüz yoxdur. Mən bunları demək istəyirdim. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Və mən burasını deyim ki, indiki islahatlar dövründə gördük, kimya institutları bağlandı, fizika institutları bağlandı, qəzet institutları birləşdi, folklor institutu qaldı. Bu da dövlətimizin folklor institutuna, folklora olan, milli dəyərlərə olan diqqətinin çox aydın ifadəsidir. Nə qədər çətin olsa da folklor institutunun özünün mövcudluğu və saxlaması bu həmin müstəqillik anlayışında xalq mədəniyyətinin, xalq təfəkkürünün, folklor təfəkkürünün əhəmiyyətli olduğunu bir sualdır. Bir sualım da var. Əlbəttə, mən autordan cavab istəmirəm, amma düşündürmək üçün deyirəm. Və çox variantlı olmaq folklorun əlbəttə ki, qanunluğun xüsusiyyətidir. Yazı ədəbiyyatdan əsas fərqidir. Dədə Qorqud dastanının nüsxələri var. Dezdə nüsxəsi var. İndi Bursa nüsxəsi tapıldı. Vatikan nüsxəsi var. Türkmen Səhra nüsxəsi var. Bunlar variant deyirlər. Sadəcə birində 6 dastandır, birində yol var, birində də 12'si var. Dədə Qorqudun ayrı-ayrı qəhrəmanları ilə bağlı süjetlərin variantı var. Qazanxanla bağlı, Dədə Qorqudla bağlı var. Amma Dədə Qorqudun bütövlükdə variantı var mı? Yoxdur. Dədə Qorqudda bu mənada tam yazı şifahi ədəbiyyat demək olar mı? Onda yazı ədəbiyyatın payı nə qədərdir? Bu da bir sual. Mən sözü vermək istəyirəm Ədəbiyyat Institutunun Ədəbiyyat Nəzəri Şubəsinin müdürü Tahirə Məmmədə. Filologiya elmləri doktoru Profesör Tahirə Məmməd. Onun mövzusunun adı folklor ənənələri bədii mətnin əsas milli kimlik göstəricilərindən biri kimi. Buyurun Tahirə xanım. Hörmətli İsa müəllim, hörmətli sədarət və konferans iştirakçıları, hamınızı salamlayıram. Və doğrudan da bugünkü konferansın çox böyük əhəmiyyəti var. Biz bir araya gəlib ciddi məsələləri müzakirə edirik. Bir məsələ üzərində durmaq istəyirəm ki, bədii mətn, yəni yazılı ədəbiyyata aid olan bədii mətnin milli kimliyi haqqında da mənim əsas məruzəm qurulub. Hər bir yazısının, müəllifin milli kimliyi olduğu kimi, mətnin də milli kimliyi var. Mətnin milli kimliyini biz onu müəyyənləşdirərək hansı ədəbiyyata daxil eləmək mümkündür. Tutaq ki, bu mətn Azərbaycan ədəbiyyatının məhsuludur, yoxsa fars ədəbiyyatının məhsuludur, ingilis və s. Və bu mənada mətnin özünün də milli kimliyi üzərində, milli kimliyini təyin eləməyə ciddi tələblər var. Beynəlxalq səviyyədə mətnin milli kimliyini müəyyənləşdirərkən ilk növbədə dil məsələsini önə çəkirlər ki, mətnin milli kimliyinin əsasında dil faktı durur. Ancaq əgər bir yazıçı müxtəlif dillərdə əsərlər yazırsa və onun yazdığı əsərlərdə özünün milli kimliyini qoruyub saxlayırsa, bu mənada dil faktoru o qədər də mütləq faktor kimi qəbul olunmalı deyil. Tədqiqatlar və araşdırmalar göstərir ki, yəni mənim özüm də faktlar üzərində çalışarkən bu qənaətə gəlirəm ki, demək, əsas yerdə dil faktoru yox, milli kimliyin müəyyənləşməsində məhz elə folklor durur. Əgər bir yazısının yaradıcılığında onun folklor məsələsi ki, və folklor dediyimizdə də biz, folklor yalnız şifahi xalq ədəbiyyatı deyil, folklor deyildikdə bütövlükdə xalq yaradıcılığı nəzərdə tutulur və bu xalq yaradıcılığı əsərdə nə dərəcədə öz əksini tapıbsa və o əsərdə əksini tapması ilə, yaşaması ilə o mətnin milli kimliyini təyin eləmək mümkündür. Bu baxımdan Nizami Gəncəvinin yaradıcılığının mətnlərinin biz milli kimliyini təyin eləyəndə elə folklorundan təyin eləyirik və əsaslandırırıq. Mətnin milli kimliyinin əsas şərtləri dediyim kimi dil, folklor, klassik ədəbiyyat, müasir ədəbiyyatı götürsək, klassik ədəbiyyatla intertekstual əlaqə, tarix, stereotiplərin əşsi, bütün bunların hamısı mətnin milli kimliyinin təyinində əsas rol oynayır və folklorun yazılı ədəbiyyatda özünü davam etdirməsi və ədəbiyyatın
sonrakı ədəbiyyatın milli kimliyini təmin etməsi baxımından bir neçə istiqamətdə folklor yazılı ədəbiyyatda yaşayır. Mövzu, süjet, motiv, obraz, təhkiyə texnikası, janr invariantlarından törəyən variantlar, dil ehtiyatı, canlılıq, atalar sözləri, zərb məsələlər, vəzn, qafiyə sistemi, mərasim və ritualların bədii əksi və bədii modelin formalaşmasına struktur təsiri. Mən burada bu istiqamətləri göstərərkən qeyd eləmək istəyirəm ki, ümumiyyətlə obrazın, süjetin, sonrakı yazılı ədəbiyyatda davamı ümumiyyətlə tez görünən bir məsələdir və bu sahədə də müşahidələr güclüdür və tədqiqatçılar da ilk növbədə qarşılaşdıqları və qeyd elədikləri məhz bunlardır ki, hansı obraz folklordan gəlir, hansı süjet folklordan gəlir və beləliklə bunları tez görmək olur. Amma struktur məsələsinə gəldikdə isə struktura təsir bu biraz ciddi tədqiqat tələb eləyəndir. Ən əsası da ritualların, mərasimlərin bədii mətnin strukturuna təsiri məsələsi. Bu ümumiyyətlə araşdırılmamış bir məsələdir və amma mətnlərdə biz araşdıranda görürük ki, mərasimlər, rituallar mətnin özünün strukturuna, situasiyalara belə təsir eləyir. Burada bir məsələ, əsas üzərində durduğum Nizami Gəncəvinin milli kimliyində folklorun oynadığı rol baxımından bu sahədə tədqiqatlar çox aparılıb. Ancaq iki məsələni qeyd eləmək istəyirəm ki, bu tədqiqatçıların bir o qədər də diqqətini cəlb eləməyib. Nizamidən başlayaraq dünya ədəbiyyatında türk pəreyzat, türk obrazı gözəlliyin simvolu kimi işlənir və hətta türk olmayana da belə türk gözəli deyib onun gözəlliyini öyürlər. Bəs bu türk gözəlinin bu cür Nizamidən obrazlaşmasının mənbəyi hara gedir? Məhz bu türk folkloruna gedir. Türk folklorundan onun demək Nizaminin türk gözəllərini ədəbiyyata gətirməsi Fitniyə tatar deyir, türk deyir. Şirin özü deməli onu sən əgər deyir Əfrasiyab nəslinin olması və türklüyünü Alpatunqa əsarı əsasında göstərir. Amma türk pərizat, yəni türk gözəlinin dünya ədəbiyyatına türkün gözəllik simvolu kimi yayılmasında rol oynayan Nizami Gəncəvinin 7 gözəl əsərində 1-ci İqlim Padşahının nağılı bunu birbaşa sübut eləyir. 1-ci İqlim Padşahının nağılında gözəlin adı Türknazdır. Ən maraqlısı odur ki, həmin Türknaz ondan soruşanda ki, o şahzadə gedir, ondan qarşılaşır qara donluların nağılında, geri dönüb qara paltar geyinirlər. Çünki ona qovuşa bilmirlər. Və Türknaz özünün adını təqdim edəndə mən Türknazam, həm də Türkitaz. Türkitaz türk atı deməkdir. Və bu baxımdan Türknaz özünü həm türk gözəli, həm də türk atının birləşməsi kimi, onun kimi cəld, onun kimi yəni atın türklər üçün hansı bir kult rolu oynadığını burada izah eləməyə ehtiyac yoxdur. Və tərcümələrdə eyni zamanda sətri tərcümədə bir yanlışlıq gedib və orada belə yazıblar ki, Türknaz gözəlin adıdır, onunla gedib söhbətə girən, diyaloqa girən icidin adı isə Türkitazdır. Amma mətnin orijinalında elə deyil. Mətnin orijinalında gözəlin verdiyi cavabdadır ki, mən həm Türknazam, həm də Türkitaz. Özü-özünü Türkitaz adlandırır. Və bu Türkitaz Ural-Altay qədim mifologiyasında dağnisə, o toxunulmaz dağnisə obrazları var və həmin dağnisə obrazlarının toxunulmazlığı kimi Türkitaz da toxunulmazdır. Ona görə də onun toxunulmazlığından toxunulmazlıq statusu qarşısında geri dönən şahzadələr, gənclər qara don geyinib, qara donların şəhərini yaradırlar. Bundan əlavə, mən bir də Nizaminin Nüşabə obrazı üzərində durmaq istəyirəm. Nüşabə bizdə deyirik ki, Bərdədə Nüşabə hökmdar olub, onun hətta Bərdədə heykəli də qoyulur, Nüşabə qalası da var. Amma Nüşabənin obrazı folklor baxımından 3 fərqli istiqamətdə öz izahını tapır. Bu bir tərəfdən, demək Nüşabə o motivinin əsasında bu dayanır ki, İskəndər gəlir və Nüşabə öz ağlı ilə ona qalib gəlir. İskəndərə ağlı ilə qalib gələn tarixdə Şu hökmdarıdır. Yəni bizim dastanlarımızda Şu hökmdarı, demək Şu, daha doğrusu Şu dastanında Şu qalib gəlir İskəndərə. Bir tərəfdən Şuyun adından, başqa bir tərəfdən demək Şumer dastanlarında yazı ilahəsinin adı Nisabadır. Nisaba, demək Şumer ilahəsinin də adından, başqa bir tərəfdən bu ilahə kimi onun adından gələn Şu, Nisaba və ona
başqa bir tərəfdən də mən bir mənbədə rast gəldim ki, demək Maday Kara dastanına şərhlər yazan rus şərqşünas yazır ki, demək bizdə qədim Çin mənbələrində Nisuda 70 türk qardaşından biridir və o qurd oğludur. Və beləliklə Aşin oğulları, Şudastanı, Nisaba bu kəsimlərdə Nüşab obrazı özünün və həm də ki o İskəndərə qalib gəlməsi ilə bu baxımdan demək Nizami Gəncəvinin Nüşabə obrazı özünün izahını tapır və beləliklə də həm də Nizaminin özünün bağlı olduğu ənənələr, dəyər verdiyi ənənələrlə Nizaminin türklüyünü birbaşa, demək, bir tərəfdən igid türk qadını, digər tərəfdən gözəl türk qadını. Bu iki istiqamətdə Nizaminin folklorunun əlaqələri ilə Nizaminin türklüyünü folklor qaynaqları əsasında izah eləmək mümkündür. Daha sonra mən burada başqa bir məsələ üzərində durmuşam, yəni o da biraz az izah olunur, yəni struktura təsiri bu folklor ənənələrinin bizdə struktura, vəzn, qafiyə invariantlarının yaranması və struktura təsiri əsasən başlayır Qazi Bürhanəddindən və Şah İsmail Xətaidən. Qazi Bürhanəddin və Şah İsmail Xətaidə folklorun həmasi şeir, varsağı, onların ruhu tam oturub Qazi Bürhanəddinin və Şah İsmail Xətainin şeirlərində. Qazi Bürhanəddin və Şah İsmailin şeirlərindən sonra demək həmasi, varsağı, daha sonra biz bunlara həm də bir marş da qoşuruq və beləliklə də bizdə ən cüzdü Şah İsmail və Qazi Bürhanəddin ruhunun daha sonra yaradıcılıqda üzə çıxan ruhu Məmməd Araz və onun davamçısı Rüstəm Behrudidir. Mən onların yaradıcılığı əsasında epik ruhun gücü, epik ruh və onların ikisinin də şeirində lirik epik məqamlar vəhdətdədir. Demək, lirik epik məqamların vəhdəti, çox vaxt bizdə epik şeir deyəndə, epik şeir elə dastana da epik şeir deyirlər, sonra eposa epik şeir deyirlər. Yəni mən İngilis, Rus, Türk, Azərbaycan variantlarında terminologiya ilə izahına baxdım ki, yəni bir neçə variantı diqqətdən keçirdim. Gördüm ki, elə epik şeir burada eposada sinonim sözlər kimi işlənir. Qəhrəman obrazları, qəhrəmanlıq əhval-ruhiyyəsini qoruyur. Folklordan yazılı ədəbiyyata transferi, çağdaş problemlərə daxil edilməsi onunla ünsiyyəti asanlaşdırır. Sonra mifoloji məkanların əsərə daxil edilməsi vətənin müqəddəsliyi, magikliyi, ruhlar məkanı qavrayışını aşılayır. Məsəl üçün, Yusif Səmədoğlunun Qətl Günü, Deyilənlər Gəldi Başa romanlarında, yenə də Kamal Abdullahın nəsrində olduğu kimi. Və o məkanların magikliyi bizdə elə məhz Azərbaycanın, vətənin, Turan dünyasının magikliyi hissini aşılayır və biz hardasa biraz öz vətənimizdən, inanclarımızdan qorxuruq və ehtiyat edirik ki, onu qorumaq lazımdır. Sağ olun. Ben Folklor İnstitüsü'nün direktörü minnettarımı bildirdim Kəmtənimə ki, orijinal mövzuda bir konstitusiya və suverenlik ilinin tələblərinə cavab verən konferans modelini meydana qoydu. Bu mənim üçün bir neçə cəhətdən bizim üçün desək, ümumiləşmiş şəkildə əhəmiyyətli oldu. Birincisi, konstitusiya və suverenlik ilinin akademiya öz töhfəsini verir, Folklor İnstitüsü öz xidmətini göstərir. Bu bizim dövlət siyasətinin icra olunmasına, həyata keçməsi istiqamətində bizim borcumuzdur. Bu məsələnin ciddi siyasi tərəfidir. İkinci tərəf mənim üçün o əhəmiyyətli, iki-üç cəhətdən də ikinci istiqamətin əhəmiyyətini də qeyd etmək istəyirəm. Birincisi, mən bugün burada yaxşı olaraq ki, Ağaverdi Xəlildə çıxıya daha inanmla deyəm, bunlar da mənə inandırdılar. Mən gördüm ki, bizim akademiyada yaxşı bir orta nəsil yetişir. Yaxşı bir orta nəsil. Hər üç məruzəni dinlədim. Sərxan Xəvərinin məruzəsi, Əfsələddin Əskərin məruzəsi və Tahirə Məmmədin məruzəsi. Yəqin sizin hər birinizdə də məsələyə tamam yeni yanaşmaları, kitablardan gələn, tədqiqatlardan səslənən fikirlərdən tamam uzaq olan, bəlkə ilk dəfə cəmiyyətə çatdırılan fikirlər kimi, əsaslandırılmış fikirlər kimi diqqətimi cəlb elədi. Hər bir tədqiqatçı, hər bir məruzəçi, bu formatda məruzəçi öz tezisini ispat eləmək üçün kifayət qədər misallar gətirir.
kifayət qədər mübarizə aparır, daha belə görürəm ki, və bu çox yaxşı bir cəhətdir. Çox yaxşı. Mən belə bir nəslin ədəbi proses müşavirlərində gənc nəslində belə bir nəslin gəldiyini görürəm. Artıq 11 ildə onu keçiririk. Aydan 30 nəfər məruzəçi olur məsələn. İndi az 60 onu düzdür. Və səbirlə hamısına qulaq asıram. Orada da gənc nəslində, belə yaxşı bir nəslində bədii mətnindən çıxış edən, milli mövqeyi olan, nəzəri dünya görüşü olan, ümrəşmə apara bilən bir nəslin gəldiyini də görürəm. Ədəbiyyat institutunda mən Çerkez Şurasının sədri kimi məruzələrə çalışıram ki, iddiaçıların öz çıxışına qulaq asam, sonrasına qulaq asamasam da çəkilib arxaya mütləq qulaq asam görə kim gəlir? %80% çox yeni adamlar gəlir. Çox maraqlı adamlar gəlir. %80 mən 5-6 Çerkez adını çəkə bilərəm bu il elə. %80% maraqlı adamlar, belə elmlər namizəd olmaq üçün yox, ədəbiyyat şans olmaq üçün, ədəbiyyatçı olmaq üçün gəlir. Taliyini ona bağlayıb, həyatını onda görür. Bu çox, bu şübhəsiz ki, ağsaqqal nəsillərin içərisində də təcrübəli, kifayət qədər təcrübəli, bunları dərk eləyən, onlar da, onun da öz əhəmiyyəti var ki, hər yaşda cəmiyyəti və ədəbiyyatı bir səviyyədə dərk eləmək olur. Yaşın təcrübəsi ədəbiyyatı, bədii mətni və cəmiyyəti dərk etməyin də səviyyəsi ilə bəzən müəyyən olur. Daha çox belə fikir var ki, müasirlik onunla müəyyən olur. Mən müasirliyin də rolunu heç cür azaltmıram. Amma müasirlik təkcə gənc nəslə aid olan və yaxud da hər hansı bir nəslə olan xüsusiyyət deyil. Müasirlik ümumiyyətlə baxış sistemidir. 80 yaşında da müasir baxışa malik olmaq olar, 20 yaşında da köynə üçüncüyə yaşamaq mümkündür. Yəni mən təcrübəli nəslində dərk və ədəbiyyatı dərk və şərh eləyən bu ağsaqqal nəsillərin də müdrik sözlər deyə, müdrik fikirlər ədəbiyyat haqqında deyə bilən, ümumiləşmələr aparan, belə qanunluqları cəmiyyətlə əlaqəli şəkildə meydana qoyan bilən bir ağsaqqal nəsildə görürəm. Bütün proseslərin içərisində, rəyasət heyətindəki çıxışlarda, hər gün konferanslarda iştirak edirəm, hər gün ən müxtəlif konferanslarda dinləyirəm. Bugün ilk dəfə bunu deyirəm. Mən bu bir ilin, ən azı bir ilin nəticələrə əsas deyə bilərəm ki, bizim akademiyanın divərləri arasında bütün nəsillərin çox istedadlı, qabiliyyətli və iddialı, yaxşı mənada nümayəndələr yetişir. Bu, mənim bugünkü konferansdan aldığım birinci təəssürat o mövzunun aktuallığı ilə bağlıdır. Suverenlik və konstitusiya ilinə akademiyanın əhəmiyyətli bir tədbir əsr etməsini yüksək qiymətləndirirəm. Amma konstitusiya və suverenlik ili səviyyəsində, ili düşüncəsində dövlətçilik təfəkkürü ilə milli folklor təfəkkürünü və yaxud da etnik folklor təfəkkürünü, mən folklor dilini milli başa düşürəm. Folklor milli olmaya bilməz. Amma bu elə ki, təhlil aparırsan, etnik söz deyirsənsə, onu da milli sözdə deməyə məcbursan. Bunda bir mətin kimi baxsan, folklor, şifahi mətin kimi baxsan folklor materialına da, onda belə təsnifatla aparmaq mümkündür. Herhalde mən bu folklor təfəkkürü, o milli təfəkkür əsasında, milli dövlətçiliyin formalaşmasında, milli mədəniyyətin rolunu, milli mənəvi dəyərlərin rolunu, yerini, təsirini, bədii mətnin ideya məzmunundan strukturuna qədər nə qədər yer tutduğunu və hansı mahiyyətə malik olduğunu, hansı əhəmiyyəti ilə diqqət cəlb elədiyini bugünkü çıxışların hamısından görə bildim. Siz də gördünüz yəqin. Mən çox maraqla 4-cü məruzəsində dinləmək istəyirdim. Çox maraqla dinləmək istəyirdim. Çünki onun da yazılarını oxuyuram. Ağabeyli Xəlilin də yazılarında belə yeniliklər, maraqlı. Gördüyüm kitab onun kitabıydı. Beləliklə biz faydalı iş gördük. Həm konstitusiya və suverenlik ilinə akademiya öz töhfəsini verdi, öz borcunu yerinə yetirdi, həm də orta nəsil tədqiqatçıların əsasında, həm də belə mövzu ki, burada təcrübəyə ehtiyac var. Bu mövzuda biraz təcrübəli adamlar danışa bilər. Dövlətçilik və suverenlik, konstitusiya və ədəbiyyat, incəsənət, folklor,
siyaset mevzularında danışmaq üçün elmi savat da lazımdır. Kifayət qədər zəhmət çəkib məqsəd olması lazımdır. Amma təhlil və zərk eləmək üçün, ümumiləşmə yapmaq üçün təcrübə də lazımdır. Bu mənada orta nəslin bugün meydanda olmağı tamamilə, bu mövzuda tamamilə təbiidir. Burada hər iki faktor iştirak edir və orta nəsil göstərdi ki, müstəqil Azərbaycan dövlətinin yeni bir ədəbiyyat nəsildə formalaşır. Ki, onun ideallarını yeni nəsillərə çatdırmağa, onun ideallarının öz elm əsərlərində əsaslandırmış şəkildə meydana qoymağa qürrətli çatan bir nəsil də var. Mən sevindim bugünkü konferansa və sizlə bölüşdüm. Uğurlar verirəm. Konferansın davamına da uğurlar verirəm. Folklor İnstitutunda bu istiqamətdə atdığı işi istəyirəm ki, bu sertifikatlara çevrilsin, monografiyalara çevrilsin. Gerçi Folklor İnstitutunda yox, burada digər institutların direktorları da var. Digər dil və dövlətçilik, ədəbiyyat və dövlətçilik, folklor və dövlətçilik, siyasət və dövlətçilik, mədəniyyət və dövlətçilik, hamısı belə bu formatda çoxlu yeni belə yanaşmalar, yeni paradigmalar görsəniz. Uğurlar verirəm. Sözü verək, İnstitutun direktorunu oradan danışın. Hörmətli İsa müəllim, hörmətli Əziz müəllim, əziz, dəyərli həmkarlar. İsa müəllim, ilk növbədə mən şəxsən sizə təşəkkür edirəm. Təkcə bu konferansa göstərdiyiniz diqqətə, qayğıya və belə burada çox həssaslıqla bu məruzələri dinlədiyinizə görə yox, həm də son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında, xüsusən də humanitar, ictimai elmlər sahəsində aparılan elmi tədqiqatların ölkənin dövlət siyasətinə, eyni zamanda milli ideologiyanın elmi dayaqlarının formalaşdırılmasına istiqamətləndirilməsində həyata keçirdiyiniz islahatları şəxsən mən və Folklor İnstitutu adından dəstəkləyirik və alqışlayırıq. İsa müəllim, bu konferansın siz çox doğru qeyd elədiniz ki, bu konferansın həm elmi, həm də çox strateji əhəmiyyəti var. Strateji əhəmiyyəti ondan ibarətdir ki, biz bugünə qədər də bu konferansla bağlı bir neçə təxminən 3 cilt, səhv eləmirəmsə, 3 cilt biz folklor və dövlətçilik probleminə həsr olunmuş kitablarımız var, tədbirlərimiz var. Yəni, demək istəyirəm, institut bu problemin öyrənilməsi istiqamətində kifayət qədər ənənəsi var. Amma bu kitablar təxminən 10 il bundan əvvəl. Bu tədbirlər, yəni 2020-ci ildə 44 günlük vətən müharibəsindən əvvəl, bizim 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyin tam təmin olunmasından əvvəlki dövrə təsadüf edir. Bu konferansın özəlliyi odur ki, biz məhz konstitusiya və suverenliyi çərçivəsində və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin tam təmin olunduğu bir şəraitdə bu konferansı keçirdik. İsa müəllim, məlumat üçün deyim ki, təxminən 47 məruzə daxil olub, akademiyanın institutları ilə yanaşı 8 müəssisə, akademiya institutları ilə bərabər 3 təhsil müəssisəsindən, bütövlükdə isə 10 elmi tədqiqat və təhsil müəssisəsindən bu konferansa müraciətlər var. Və bu təqdim olunan məruzələr böyük əksəriyyəti milli dövlətçilik, milli kimlik, suverenlik, dil, mədəniyyət siyasəti ilə bağlı konkret problemə həsr olunmuş məruzələrdir. Əslində, mən də burada çıxışımda bir neçə tezis demək istəyirdim, amma vaxtın darlığını, vaxtın qısalığını və kifayət qədər də sərrast, dəqiq məruzələr olduğunu nəzərə alaraq bir məsələni demək istəyirəm ki, İsa müəllim, əslində bu problemin təkcə elmi məsələ kimi, elmi nəzəri problem kimi yox, həm də bir tətbiqi problem kimi böyük perspektivləri və problemləri mövcuddur. Sərxan müəllim məruzəsində virtual mühit, internet mühiti və bu rəqəmsal transformasiyalar kontekstində bizim folklorumuzun, sosial mədəni proseslərin məhz virtual mühitə transformasiya olunması, başqa sözlə, açıq informasiya mühiti şəraitində folklorumuzun mövcudluğu meydana gəlməsi böyük imkanlar yaradır. Bir tərəfdən dövlət ideologiyası və baş verən proseslərin ifadəsi baxımından rəqəmsal folklor böyük imkanlardır, yeni kanallardır. Amma həm də bu açıq informasiya sistemi böyük təhdidlər və riskləri özündə ehtiva edir. Bu baxımdan milli dövlətçilik kontekstində
kontekstində problemə baxış, həm də folklorun kiber təhlükəsizlik və kiber suverenlik kontekstində dəyərləndirilməsini ehtiva edir ki, sizin dəstəyinizlə bizim yaradacağımız o rəqəmsal folklor şöbəsinin problematikasından biri də bu olacaq ki, məhz rəqəmsal mühitdə folklor suverenliyinin, folklor milli identikliyinin və milli təhlükəsizliyin əsas komponenti olan milli identikliyin qorunmasının əsas faktorlarından biri məhz folklordur. Bu baxımdan hesab edirəm ki, bu konferans təkcə problemlərin həlli yox, yeni problemin də qarşıya qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir. Və mən sonda İsa müəllim, həm sizə, həm Əziz müəllimə, həm də burada iştirak edən digər elmi müəssisə tədqiqat müəssisələrinin rəhbərlərinə və digər qonaqlarımıza minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, dəyər verib iştirak etdiniz. Çox sağ olun. Rəqəmsalla bağlı bir məlumatda da girişmiş və demək istəyirəmsə, hakimiyyət bu istiqamət prosesində gedir. Bilirsiniz ki, bu elektron hakimiyyət şöbəsi öz fəaliyyətini davam etdirir, konferanslar keçirilir, jurnallarımızın elektron bazaları yaradılır, milli istinad sistemi, elmi istinad sistemi yaradılır, ən müxtəlif səviyyədə işlər gedir. Son vaxtlar proses institutlara doğru inkişaf edir və institutlarda yeni şöbələr artıq fəaliyyətə başlayır. Fəlsəfə institutunda informasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsi yaradıldı. Bir neçə ay bundan qabaq. Və dilçilik institutunda süni intellekt və kompüter dilçiliyi şöbəsi artıq fəaliyyət göstərib. Dünən 5-ci gün İctimai Elmlər Bölməsi rəqəmsal şəxsşünaslıq şöbəsinin yaradılması haqqında məsələnin rəyasətiyyətinə çıxartdı. Hikmət müəllimlə danışmışıq, rəqəmsal folklorşünaslıq şöbəsi sizin institutda öz fəaliyyətini davam etdirəcək. Beləliklə biz bu süni intellekt, rəqəmsal inkişaf, çox adama elə gəlir ki, bunlar bizim milli mənəvi dəyərlərdən uzaqlaşdıran keyfiyyətlərdə, əksinə yox. O, əslində kim necə istifadə edir? İstifadəçinin baxışından asılıdır. İstifadəçinin yönətmə qabiliyyətindən asılıdır və bunlar əksinə ən müasir metodlarla və yeni nəslə çatdırılacaq ən münasib formalarda bizim milli mənəvi sərvətlərimizi, dəyərlərimizi elmi şəkildə, sistemli şəkildə yeni nəslə bugünə gələcək çatdırmağa imkan verən vasitələrdir. Sərxan Xəbərin bugünkü məruzəsində onu deyə bildi. Təxminən o istiqamətdə atılan adımlardan biridir. Bu da bir cəhətdə demək, mən özümə borc verirəm idarəçi olaraq. Məncə bu qloballaşma dövründə, süni intellekt dövründə, rəqəmsal inkişaf kimi ümumi prosesləri ifadə edən dövrlərdə xalqın özünü qorumağının, milli mədəniyyətini yaşatmağının inkişaf etməyin böyük vasitələrindən bir ədəbiyyatdır, onun da tərkib hissəsi folklordur. Ayrılmaz böyük qolu folklordur. Bu bizim milli identikliyimizi qoruyan, hifz edən, mühafizə edən və o cümlədən milli dövlətçiliyi də bu mənada dayaqlarından birinə çevirilən əsas vasitələrdən biridir. Böyük konferansında yekunu budur. Sağ olun. Buradakı məruzəçilərin sertifikatları var. Verək. Xahiş edirik, onları təqdim edin.